Siz həm də deyəsən sayt da yaratmısınız, sonra hansısa Dəst adlı bir qrup yaratmısınız. Bunların fəaliyyəti nədir və bunlar Kürd Media Mərkəzinə bağlı olan qurumlardır da? Kürd Media AZ saytı, bəli, Kürd Media Mərkəzinin saytı kimi təsis etdim, ona bağlıdır. Çünki Kürd Media Mərkəzi sosial şəbəkələrdə, yəni bu neçə il ərzində fəaliyyət göstərib və saytımız yox idi və bu saytı təsis etdik ki, həm də saytda məsələn bəzi uzun məqalələr olur ki, o uzun məqalələri sosial şəbəkələrdə paylaşmaq olmur. Orada bilirsiniz, şrift limitlər olur. Saytda isə bu sərbəst şəkildə uzun məqalələr paylaşmaq olur. Bunun üçün təsis etdim, amma Dəst təşəbbüs qrupu tamamilə ayrı bir təşəbbüs idi. Adını da oraya daxil eləmişəm, təşəbbüs qoymuşam ki, tam aydın olsun. Bu Dəst təşəbbüs qrupu bu ilin iyul ayının 9-da mən yaratdım. 4 nəfər gənclə birlikdə yaratmışıq. Yəqin ki, üzvlərimizin sayı artar. Burada artıq bilirsiniz, Kürd Media Mərkəzi istər-istəməz siyasi kontent ola bilir. Çünki istər-istəməz biz İraq Kürdistan regionunun da bəzi xəbərləri, hansı ki bizim cəmiyyətə maraqlı olan xəbərləri paylaşırıq. Amma Dəst təşəbbüs qrupunda belə deyək də tam siyasətdən kənar, tam belə deyək də sırf mədəniyyətə və dilə fokuslanan bu kontekstdə fəaliyyət göstərən bir təşəbbüs qrupu qurduq ki, həm özümüz bir təşəbbüs göstərdik, həm də təşəbbüs qrupu gələcəkdə gənclər arasında hansısa bir təşəbbüslər olarsa, fərq etmir, bu Kürd icması da ola bilər, digər etnik icmalar da ola bilər. Onların arasındakı gənclərdə hər hansısa bir belə deyək, təşəbbüslər olarsa bu sahədə, mədəniyyət və dil barəsində, biz onlarla da birlikdə bu təşəbbüslərə dəstək göstərmək və ümumiyyətlə koordinasiyalı şəkildə ümumiyyətlə Azərbaycanda yaşayan etnik icmaların dilini və mədəniyyətini inkişaf etdirməyə yönləndirmişik. Yəni bunu məqsəd kimi müəyyənləşdirmişik. Belə bir məqsədlə qurduq. Hələ ki 4 nəfərik, yəqin ki gələcəkdə artar. Bu da sözün düzü biraz maddi imkanlarla bağlıdır ki, gələcəkdə də əgər maddi imkanlarımız daha artıq olarsa, daha çox hədəflər etməyi, daha çox məqsədlərimizə nail olmağı fikirləşirik, daha çox tədbirlər həyata keçirməyi hədəfləyirik.